Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Aşura ziyaretnaməsində bir cümlə keçir. İmam buyurur ki, Ya Əba Abdillah, ey Əbu Abdillah, ey Əbu Abdillah, İmam Hüseyin aleyhisselam müraciətdir. İnni silmun limen sələməkum və harbun limen harabəkum ilə yevmil qiyamə. Deyir ki, həqiqətən də mən silmun limen sələməkum, səninlə sülh edən şəxslə sülhdəyəm və harbun limen harabəkum və səninlə hərb edən, müharibə edən şəxslə müharibədəyəm ilə yevmil qiyaməti, qiyamət gününə qədər bu belədir. Burada ərəb dili cəhətindən bir nöqtəni qeyd eləyək ki, İmam demir ki, inni musalimun limən sələməkum. Sələmə müfailə vəzində olan müsələmə sözündəndir. Feildir sələmə. İsmi faili olur musalim, yəni sülh edən mənasında. İmam deyir silmun, yəni bir növ bir var Zeydun adilun deyirsən, Zeyd adildir, bir də var Zeydun adlun deyirsən, mübaliğəni çatdırır. Yəni nəinki Zeyd adildir, Zeyd ədalətin özüdür, təqribən bu mənadadır. Yəni ədalətdə şiddəti və mübaliğəni çatdırır. Burada da buyurulur ki, mən sizinlə, ey Əbu Abdillah, ey İmam Hüseyin aleyhisselam, biz də bu Aşura ziyaretnaməsini oxuyanda bunu deyirik. Ey İmam, biz sizinlə sülh edənlərlə sülhük, yəni sülh edirik. Və hərbun limən harabəkum və sizinlə hərb edənlərlə də hərbik. Yəni müharibə edirik, müharibədəyik. Burada da muharibun sözü gəlməyib. Demir ki, muharibun limən harabəkum deyir, hərbun limən harabəkum. Mübaliğəni və şiddəti çatdırır. Və nə vaxta qədər? Qiyamət gününə qədər bu belədir. Bizim Furuiddində 10 Furuiddin var ki, onlardan ikisi də Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaqdır. Ki İmam Hüseyin aleyhisselam və onunla şəhid olanlar Əhl-i Beyt aleyhisselam əcməin Allahın dostlarıdırlar və ona görə də biz hər zaman bu ziyarəti naməni oxuyanda, Aşura ziyarətnaməsini oxuyanda deyirik ki, biz sizinlə dost olanlarla dostuq. Yəni siz ki Allahın dostlarısınız, ey İmam Hüseyin aleyhisselam, Allahın salamı olsun sənə, sən və sənin Əhl-i Beytin dostların, səhabələrin, səninlə birlikdə şəhid olanlar, ümumilikdə Əhl-i Beyt ki Allahın dostlarıdır. Biz Allahın dostları ilə dostuq, düşmənləri ilə düşmənik. Bütün Allahın dostları ilə dost, düşmənləri ilə düşmənik. Ümumi olaraq, Əhl-i Beyt də xüsusi olaraq Allahın dostlarının ən öndə gedənləridirlər. Peyğəmbərin sallallahu aleyhi və səlləm Əhl-i Beytidirlər. Onlarla dost olanlarla dostuq, onlarla düşmən olanlarla da düşmənik. Bunu sadə bir misalla da izah eləmək olar. Bu elə bir məsələdir ki, bunun üçün hər hansısa bir dəlillə, güclü bəhsə, dəlillə ehtiyacı yoxdur. Hər kəs gözəl bilir ki, misal üçün, əgər bir nəfərin dostu varsa, o dostuna kim düşmənçilik eləyirsə, o düşmən elə bu şəxsin də düşməni sayılmalıdır. Çünki onun dostuna, onun yaxın bildiyi bir kəsə, dostuna, qardaşına düşmənçilik eləyirlər. O ki, qaldı belə bir şəxs imam olsun, o ki, qaldı belə bir şəxs möhtərəm və mötəbər insanlar olsunlar. Bu məsələ bizim əqidəmizcə bu cürdür. Bizə imamlarımız aleyhisselam bu dua vasitəsilə və istənilən başqa hədislər və yaxud Quran ayələri vasitəsilə bizə belə öyrədiblər. Və biz də Əhl-i Beytin aleyhisselam davamçıları olduğumuz üçün bu yolu tutmuşuq. Əhl-i Beyti sevirik, Əhl-i Beytə tabeyik, əlhamdülillah. Onlarla dost olanlarla dostuq, onlarla düşmən olanlarla düşmənik. Niyə? Çünki onlar Əhl-i Beytlə aleyhisselam düşmənçilik ediblər. Və bu düşmənçilik də belə deyil ki, bugün düşməni sabah dost olaq, yox. Qiyamətə qədər belədir. Hər kəs Əhl-i Beytlə aleyhisselam düşmənçilikdən əl götürməsə, hər zamana qədər ki, əl götürməyib, vaz keçməyib bu düşmənçilikdən, bizimlə də düşməndir, biz də onlarla düşmənik. Hər vaxt tövbə eləsə, haqqa gəlsə, bəli, o Əhl-i Beytin Allahın dostu sayılır və bizim də dostlarımız hesab olunur. Ona görə biz bəzən dualarımızda nifrin edəndə deyirik ki, əgər hidayətə qabil deyilsə, ola bilər bir nəfər hidayət olsun, arzu edirik, dua edirik ki, Allah hidayət eləsin. Hidayət olmayandan sonra o kəslər ki, hidayət olmayıblar və insanları azdırırlar, onların haqqında ondan sonra
Allahdan onların məhv nabud olmasını istəyirik. Çünki onlar sağ qaldıqca insanları azdırırlar, insanlarla düşmənçilik edirlər, insanlara zərər vururlar, müsəlmanlara zərər vururlar və biz də onların əvvəlcə hidayətini arzu edirik. Allah əgər hidayətə qabildirlərsə onları hidayət eləsin. Amma həmin məsələ, bu qeyd etdiyim bu cümlə ki, Aşura ziyarətnaməsində keçib, həmin cümlə Əhl-i Beytin aleyhissalam haqqında deyilən bu söz İslam Peyğəmbərinin sallallahu aleyhi və alihi və səlləm mübarək dilindən də gəlib və bu da Əhl-i Sünnənin və Vəhabilərin mötəbər bildikləri kitabda və hədisdə gəlib. Misal olaraq, Vəhabilərin araşdırma mərkəzi olan dorar.net saytı var. Burada bir rivayət qoyulub və Əbu Hüreyrədən nəql olunur. Vəhabilərin adil bildikləri sahabələrdən biridir. Hakim Nisaburi bu rivayəti Əl-Müstədrəku aləs-Sahiheyn kitabında gətirib 4772 rəqəmli rivayətdir. Deyir ki, Əbu Hüreyrə belə deyir: Nazaran Nəbiyyu sallallahu aleyhi və alihi və səlləmə ilə Aliyin və Fatimətə vəl-Həsən vəl-Hüseyni fəqalə. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm İmam Əliyə, xanım Fatiməyə, İmam Həsən və İmam Hüseynə aleyhimussalam nəzər etdi, baxdı və dedi: Ənə hərbun limən harabəkum və silmun limən sələməkum. Burada sadəcə Aşura ziyarətnaməsində keçən cümlə əksi deyilib. Ziyarətnamədə deyilir inni silmun limən sələməkum. Sonra deyir və hərbun limən harabəkum. Burada deyilir ki, ənə hərbun limən harabəkum. Birinci hərb gəlir və silmun limən sələməkum. Peyğəmbərdəndir bu rivayət, yəni Peyğəmbər bunu buyurur, Əbu Hüreyrə nəql eləyir. Əl-Müstədrəkdə Hakim Nisaburi Əhl-i Sünnə alimi bunu gətirib 4770 rəqəmli rivayət deyir hədisun həsənun. Hədis həsən hədisdir. Məqbuldur, qəbul edilən hədisdir. Həmçinin İslamqa.info saytında həmin hədisi qeyd ediblər və deyiblər ki, həzəl hədisu rəvahul İmamu Əhməd. Bu rivayəti həmçində Əhl-i Sünnənin 4 məzhəb imamından olan Əhməd ibn Həmbəl, Həmbəli məzhəbinin banisi bu rivayəti qeyd edib 9698 rəqəmli rivayətdə. Eyni rivayətdir, Peyğəmbər baxdı Əliyə, Fatimə, İmam Həsən, İmam Hüseynə aleyhimussalam. Dedi ki, ənə hərbun limən harabəkum və silmun limən sələməkum. Və deyir, bunu Təbərani qeyd edib Əl-Mu'camul Kəbirdə 2620 rəqəmli rivayət, Hakim Müstədrəkdə gətirib 4713 rəqəmli rivayət və digər kitablarda da gəlib. Amma təəssüflər olsun ki, bu rivayətə şiyələrdən başqa demək olar heç kəs əməl etmir. Nə mənada? Bu mənada ki, biz ki gördük hədisdə buyurulur ki, baxdı İmam Əliyə, İmam Həsən və İmam Hüseynə və xanım Zəhraya səlamullah aleyhim əcməin və sonra belə dedi ki, mən sizinlə müharibə edənlərlə müharibədəyəm, sizinlə sülh edənlərlə sülhdəyəm. Yəni Peyğəmbər bunu deyir. Deməli İmam Əlinin aleyhissalam, İmam Həsənin və İmam Hüseynin aleyhimussalam və xanım Zəhranın səlamullah aleyhim əcməin düşmənləri ilə hamımız düşmən olmalıyıq. Amma biz baxırıq, məsələn Vəhabilərdə çox qəribədir. Onlar bir yandan deyirlər, biz Əlini sevirik, Həsəni sevirik, Hüseyni sevirik, Fatiməni sevirik, Allahın salamı olsun onlara. Sonra onların düşmənlərini də sevirlər. Eyni hökmdə tuturlar. Əli radiyallahu anhu, Muaviyə deyirlər radiyallahu anhu. Yəni təsəvvür elə, Peyğəmbər deyir ki, mən Əli ilə düşmənçilik eləyənlə düşmənəm. Baxın, bir rivayət də oxuyum. Dorar.net saytında bir rivayət qoyulub. Əlbaninin kitabıdır, Vəhabi şeyxi, mühəddisinin kitabıdır, Rizal alimidir, şeyxdir, Vəhabilərin böyük alimidir. Səhih İbn Məcə kitabında rivayət də deyir səhihdir. Əlbani deyir ki, rivayət səhihdir. 94 rəqəmli rivayətdə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurulur ki, fəəxəzə biyədə Aliyin radiyallahu anhu fəqalə. İmam Əli aleyhissalam Qədurxumda Peyğəmbər onun əlini qaldırır, deyir ki, ələstü əvlə bil müminə min ənfusihim. Mən möminləri özlərinin daha əvla deyiləmmi? Quran-ı Kərimdə ayədir, gedin baxın əvla nə mənaya gəlib. Vəhabilər deyirlər, dost mənasına gəlib. Yəni Peyğəmbər möminlərə deyir ki, mən sizin dostunuz deyiləmmi? Yəni onlar bu cür şərh verirlər. Amma Peyğəmbər möminlərin ağasıdır, rəhbəridir, əmr sahibidir. Onların əvəzində hökm verən şəxsdir. Onlara vacibdir Peyğəmbərə tabe olsunlar. Peyğəmbər bu mənada deyir ki, mən möminlərə öz nəfslərindən əvla deyiləmmi? Qalu bəla, dedilər bəli. Qalə ələstü əvla bi kulli mu'minin min nəfsihi. Mən bütün möminlərə öz nəfslərindən daha övla deyiləmmi? Qalu bəla, dedilər bəli. Qalə fəhəzə vəliyyu mən ənə mavlahu. Bu Əli, əlini ki qaldırmışdı,
Hər kəsin mən mövlasıyam, bu da onun vəlisi və ağasıdır. Allahumma vali mən valahu və Allahumma vali mən valahu, Allahumma adi mən adahu. Allahım onunla dost olanla dost ol, onunla düşmən olanla düşmən ol. Deməli, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm belə duadır ki, Əli ilə dost olanla Allahım sən dost ol. Nəinki müsəlmanlar siz, Allaha deyir Peyğəmbər ki, ilahi Əli ilə dost olanda sən dost ol. Düşmən olanla sən də düşmən ol. Amma vəhabilər nə deyirlər? Deyirlər biz dinimizi 3 xeyirli nəslə sökətmişik. Hansı ki Peyğəmbərin adından rivayət nəql edirlər. Biz ötən bəhslərdə göstərmişik. Sahih-ül Buxarda 6695 rəqəmli rivayətdir. Güya Peyğəmbər deyib ki, bizim insanların ən üstünü mənim dövrümdə yaşayan sahabelərdir. Sonra onlardan sonra gələnlər, yəni Peyğəmbərin vəfatından sonra doğulan tabeinlər və tabeinlərdən sonra dünyaya gələn ətbə tabeinlər. Və vəhabilər deyir ki, biz dinimizi bunlara sökədirik. Etiqadımızı kitaba sökədək, sünnəyə sökədək və 3 xeyirli nəslin, 3 xeyirli sahabələr, kimə sökətməliyəm ki özümü? Kimə oxşatmalıyam ki, sahabələrə düzdür? Tabinlərə və ondan sonra gələn, onlara ətbə'i tabinlərə 3 xeyirli nəsil. O nəsil ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dili ilə şəhadət, şahidlik edib ki, məndən sonra ən xeyirli nəsil budur deyir. Xeyrul qurun qarni. Mənim ən xeyirli nəsil mənim nəslimdir. Thummellezine yelunhum. Sonra ondan sonra gələnlər tabinlər. Thummellezine yelunhum. Sonra ondan sonra gələn ətbə'i tabinlər. 3 xeyirli nəsilə sök edə bilirəm. Və biz də dəfələrlə qeyd etmişik ki, Cəməl Siffin döyüşündə vuruşanlar sahabələr idilər. Peyğəmbər deyir, Əliyə düşmən olanla Allahım sən düşmən ol. Hədis də səhihdir, Albani bunu səhih hesab edir. Vəhabilər deyirlər ki, yox. Peyğəmbər güya deyib ki, ən fəzilətli nəsil sahabə nəslidir. Təlhə, Zübeyr, Ayşə, Muaviyyə, Əmras, hansı ki, Cəməl Siffində İmam Əli əleyhissalam qarşı çıxdılar və düşmənçilik elədilər. Və ondan sonra İmam Hüseyn əleyhissalam növbəsi çatır Kərbəlada. Orada da qalan insanlar düşmən tərəfdə də, imamın tərəfində də olanlar ya sahabə idilər, ya tabiin, ya da ətbə tabiin idilər. Vəhabilərlə biz dinimizi onlardan götürürük. Yəni təsəvvürlə vəhabi dinini sökədib kimə? Ömər Səədə, Şimrə, İbn Ziyada, Yezidə, lənətullah aleyhim əcməin. Çünki onlar tabiin olublar da, ya sahabidir, ya tabiindir. Ya Peyğəmbərin dövründə doğulublar, görüblər, ya da Peyğəmbərdən sonra. Məsələn, Yezid Məlun Osmanın dövründə dünyaya gəlib. Bunlar tabiindirlər. Vəhabilər də deyirlər ki, Peyğəmbər deyir ki, ən xeyirli nəsil sahabidən sonra tabiin nəslidir. Deməli, onlara görə Ömər Səd xeyirlidir, Şimr xeyirlidir, İbn Ziyad xeyirlidir. Ya da qeyd etdiyimiz kimi bunlardan imtina eləməlidirlər, deməlilər, yox, bunlar xeyirli deyirlər. Niyə? Çünki İmam Hüseyni əleyhissalam öldürüblər. Deməli, hədis mütləq deyil də. Hədis o kəslərə aiddir ki, onlar sonradan böyük günahları mürtəkib olmayıblar. Yoxsa desən ki, bəli, İmam Hüseyni əleyhissalam öldürməsinə baxmayaraq yenə də xeyirlidirsə, deyin bilək ki, sizin dininiz bundan ibarətdir. Və Peyğəmbərin mübarək hədisinə ziddir. Çünki Peyğəmbər deyir, ilahi, onlarla dost olanla dost ol, onlarla düşmən olanla düşmən ol. Ağılla bunu qəbul etmir. Digər tərəfdən rivayətin özü belə özünü inkar edir. Niyə? Əgər sahabələr hamısı xeyirli nəsil idisə, niyə onda Muaviyyə, Təlhə, Zübeyr, sahabə olan İmam Əli əleyhissalam qarşı çıxdılar? Məgər İmam Əli əleyhissalam xeyirli nəsil deyil, xeyirli insan deyil bu hədisin hökmünə əsasən. Niyə xeyirli insana qarşı çıxırsınız? Ayələr gətirirlər ki, Allah bütün sahabələrdən razıdır. Əgər Allah İmam Əlidən əleyhissalam razıdırsa, niyə Muaviyyə Allahın razı olduğu şəxsdən narazıdır? Ya deməlisiniz ki, Muaviyyə Siffində İmam Əlidən əleyhissalam razı idi, çünki Allah ondan razıdır. Ya deməlisiniz narazı idi. Razı idisə, niyə görə razı qaldığı şəxsə qarşı çıxır? Bir Allah ki, Allah İmam Əlidən əleyhissalam razıdır. Və Muaviyyə də İmam Əlidən əleyhissalam razıdır, bəs niyə qarşı çıxırsan? Ağlında mı problem var? Deyəcəklər, yox. Deməli, razı olmayıb da İmam Əlidən əleyhissalam. Və bir insan Allahın razı qaldığı şəxsdən razı deyilsə, onun özündə problem var, müşkül var. Allah həmin kəsdən razı ola bilməz. Bu mövzu vəhabilərin ağzını bağlayan, mühürləyən mövzudur. Heç bir vəhabini bu barədə danışan görməzsiniz, cavab verən görməzsiniz, sükuta qərq olurlar və batıl əqidələrində də davam edirlər. Həmçində İmam Hüseyn əleyhissalam bu cürdür. Ya siz deməlisiniz ki, İmam Hüseyni öldürən o iblis ordusu ki var idi, tabeinlərdən ibarət idi, sahabilərdən ibarət idi. Ya hamısı xeyirlidir, sizin üzünüz meydana çıxır ki, Əhl-i Beyti öldürənləri xeyirli hesab edirsiniz. Halbuki Peyğəmbər deyib, onlarla düşmən olanla Allahım düşmən ol. Deməli, Allahın düşmənlərini xeyirli bilirsiniz, ziddiyyətin içində batıb gedirsiniz. Ya da deyəcəksiniz, yox, xeyirli deyil, amma digər tərəfdən hədisdə Peyğəmbər deyir ki, bu kəslər xeyirli insanlardılar.
Deməli, onda pis insanları o hədisdən çıxarmaq üçün nəsə əlinizdə dəlil olmalı. Dəlil də nə ola bilər? Əhl-i-Beytlə düşmənçilik etmələri. Deməli, həmin məsələ sahabiyə də aiddir. Necə ki, İmam Hüseynlə düşmənçilik eləyən tabein o hədisdən kənara çıxır, hədis ona aid deyil. Həmçinin İmam Əli əleyhissalam Siffin döyüşündə ona qarşı çıxan Təlhələr, Zübeyrlər, Əbubəkir, Muaviyyələr, Əmraslar da o sizin məntiqinizlə o hədisdən çıxmalılar və Allah onlardan razı olmalı deyil. Çünki Peyğəmbər deyir ki, Allahım, Əliyə düşmən olanla düşmən ol və Əliyə dost olan da sən də dost ol. Və İmam Hüseyin də əleyhissalam məsələsi, qəziyyəsi bu cürdür. Və Allah həmd olsun ki, bu məsələdə Şiə haqlıdır, digər məsələlərdə olduğu kimi və Vəhabilərin batıl əqidəsi bir daha bu məsələdə meydana çıxır. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.